yolu istiqamətində 1053-cü dirək Nurul Hüseyn xeyməsində İmam Hüseyn əleyhissalamın ərbəin zəvvarlarına xidmət etməkdəyik. Bu il artıq 4-cü il oldu ki, biz İmam Hüseyn əleyhissalamın zəvvarlarına burada xidmət edirik. Allaha şükür edirəm, Allah bu neməti bizdən almasın. Allah Teala bizə bu yolda dəstək olan əziz bacı qardaşlarımızdan dünya axirət razı olsun inşallah. Bizim xidmət xeyməmiz Allahın iznindən ərbəin gününə qədər davam edəcək inşallah. Bizim burada proqramımız səhər və axşam yeməklərindən ibarətdir. Və eyni zamanda əziz zəvvarların dincəlməyi üçün rahat yerlər tənzimləmişik. Burada dincəlmək üçün şərait mövcuddur. Və Azərbaycandan, Türkiyədən, Rusiyadan, Gürcüstandan gələn zəvvarlar xüsusilə burada dincəlirlər və onların ağızlarına uyğun yeməklər burada təqdim olunur. Əziz qardaşlar xidmət göstərirlər. Din xadiminin sözlərinə görə məntəqədə gün ərzində təxminən 1000 zəvvara xidmət göstərilir. Gün ərzində 800-1000 nəfərə qədər ehsan yemək düzəldirik. Allah əziz xidmətçi qardaşlardan dünya axirət razı olsun. Allah Teala inşallah bu xidməti ömrümüzün son